Bildiğiniz kimi biz İslam oyunlarında Er-Riyad şəhərindəyik. Səudi Arabistanın Er-Riyad şəhərindəyik. Baxın, yarış keçirilən idman zalı buradır. Ancaq bildiyiniz kimi bizim olduğumuz torpaq ən müqəddəs olan Səudi Arabistandır. Səudi Arabistan müsəlmanların necə deyirlər, qiblə yeridir. Müsəlmanların xidmət, müsəlmanların ibadət edən yerdir. Baxın, gözəlliyə baxın. Necə gözəlliklər var. Ona görə Səudi Arabistan'a gəldik ki, həm idmanımızı edək, həm iştirak edək, İslam oyunlarında qələbə yazılan, həm də müqəddəs torpaqlarımızı bir daha necə deyək, gəzək. Bilək ki, bura müsəlmanların torpağıdır. Bura biz də müsəlman olaraq bitsin, bura dəyərlidir. Yaşasın böyük Türk dünyası, yaşasın müsəlman aləmi. Bu müsəlmanlar necə deyərlər, dünyanın bütün müsəlmanları hara gəlir? Səudi Arabistan'a. Ona görə bu günlərdə biz bu müqəddəs torpaqlarda gəldik, döyüşdük, qələbə də qazanacaq və öz dinimiz baxımından buranı ziyarət edib Azərbaycana geri dönəcək. Yaşasın Azərbaycan, yaşasın Türk birliği. Ne kadar dünyada Müslüman Türk birliği varsa her zaman inkişaf edecek, her zaman uğur kazanacak, her zaman da qələbələr bizimle olacak. Biz de Azerbaycan'ın İslam oyunlarında bütün komandasın buradan dua ederek onlara qələbə arzu edirik, uğur arzu edirik ve inanırıq ki bu uğuru biz Səudi Arabistan'da kazanacağız. Çünkü bizim qibla yerimizdir, çünkü bizim ziyaret yerimizdir ve buraya geldik, ziyaret edəcəyik və geri Azərbaycana dönəcək. Yaşasın böyük Azərbaycan.